1 iyun tarixi 2025-ci il. Bugünün ikinci videosunu çəkirəm, çünki hər səhifədə, kitabın hər səhifəsində fərqli şeyləri öyrənirəm. Beynimi çox qarışdırır. 2 dənə şey beynimi çox qarışdırdı. Bunu yazıram bura yenə də. Təzədən bir neçə ay sonra gəlib baxacağam. Görə fikirlərim dəyişir, yoxsa yox. Birincisi odur ki, deyir ki, həyatımızda olan şəxslərin məsuliyyətlərini biz daşıyırıq. Həyatımızda olan şəxslər, tutaq ki, kasıbdırlarsa, tutaq ki, xəstəlikdən əziyyət çəkirlərsə, tutaq ki, hər hansı bir pis xüsusiyyətləri vardısa, bu o deməkdir ki, onun məsuliyyətini biz çəkirik. Çox çelişkili bir ifadədir. Dəyişək. Sizə burada itburnu çiçəyi var, onu göstərəm. İtburnu çiçəyi. Davam edək. Hə. Çox çelişkili bir ifadədir. Ümid edirəm ki, oxuduqca başa düşəcəm. Hə, yəni bu birinci ifadədir. İkinci ifadə də odur ki, deyir ki, əgər hər hansı bir kənara baxanda, hər hansı bir şəxsdə xoşlamadığınız, sizi qıcıqlandıran bir şey varsa, o deməkdir ki, o xoşlamadığınız və sizi qıcıqlandıran xüsusiyyət əslində sizdə də mövcuddur. Və onu sağaltmalısınız. Sağaltmaq üçün də bayaqki videoda izah eləmişdim. Səni sevirəm ifadəsi ilə deyir başlayırsan. Yəqin ki, kitabın ortalarında falan başqa metodlar da öyrədəcəkdir. Amma hə, yəni budur. Deyir ki, əgər bir insan görürsünüz də, ona baxırsınız, görürsünüz ki, həmin insan tutaq ki, belə deyək də, paxıl adamdır. Düzdür, paxıl adamdır. Başqalarının haqqında danışır və onun həmin o xüsusiyyəti sizdə bir qıcıqlandırma yaradır. Sizi qıcıqlandırır. Hə, yəni əslində belə getsəydik daha yaxşı olardı. İndi günəşə qarşı gedirik, bu qədər yaxşı çəkmir. Hə. Yəni nəticədə onu demək istəyir ki, o şəxsdə olan xüsusiyyət əgər sizə təsir edirsə, sizi qıcıqlandırırsa, o sizdə də var deməkdir. Və onu da sağaltmaq üçün başqa bir yolu yoxdur. Onu sağaltmaq üçün məcbur olaraq bu səni sevirəm ifadəsini istifadə eləmək lazımdır və onun nəticəsində özünüzü sağaltmış olursunuz. Hə, yəni budur. Bir də belə bir şey var. Bu adamlar gəldi, keçdi, fikrim yayındı biraz. Hə, bir də belə bir şey var. Hə, yəni bu davam elədikcə yəqin ki, başqa şeylər də olacaq. Amma bu 2 dənə fikrin ikisi də mənim beynimdə çox böyük bir çelişki yaratdı. Yəni qəbul edə bilmirəm bunu. Açığını desəm, beynim qəbul eləmir ki, nətər yəni. Həyatında olan adamların nə problemləri vardısa, elə onun məsuliyyətini sən daşıyırsan. Bu nə deməkdir bu? Hə, yəni öz daxilini təmizlədikcə o digər insanların daxilindəki olan problemlər də xəstəlikdən tutmuş xarakterə qədər, kasıblıqdan tutmuş nə bilim nəyə qədər hamısı təmizlənəcəkmiş. Hə, yəni məntiq budur. Amma yəni açığı bilmirəm də bu nədir, necədir. Hə, yəni belə gözləyək, dayı keçsin, qaçır. Yəni beynim çox qarışdı. Oxumağa davam edeyim görək, axırı necə olacaq bunun. Belə.